Düşünürsünüz ki səyahət üçün ingilis dili problemdir. Artıq elə deyil. Bilirsiniz də, mən 26 il ərzində ingilis dilini tədris edirəm. Əlbəttə ki, belə müraciətlər bizə çox olub. Mənim təcrübəmdə yüzlərlə tələbələr olub ki, sıfır səviyyəsindən ümumiyyətcə sadəcə insandır, xaricə getmək istəyir, səyahət etmək istəyir, orada müəyyən kommunikasiya yaratmaq istəyir, qurmaq istəyir, danışa bilmir. Və hətta elə bir insanlar olub ki, özləri ilə tərcüməçi aparıblar. İstəmirlər də artıq bir tərcüməçi olsun, vasitəçi olsun arada və belə bir sualla mənə yaxınlaşıblar və bu olub 2 ay və 3 ay maksimum. Təxminən dərslər həftədə 3 dəfə keçirildiyi halda 2 aya biz bunu təmin edirik. 3-cü ay isə sırf praktikadır. Və hətta neçə dəfə mərc eləmişik bu barədə. Çünki çox adam inanmır ki, 2 aya, 3 aya mən necə baza ingilis dilini öyrənə biləcəm. Və biz onda mərc edirik bu tələbə ilə ki, gəlin belə danışaq, biz sizi öyrədirik və siz xaricdə gedib özünüz ünsiyyət qura bilsəz, həmin ölkədən mənə kiçik bir hədiyyə gətirərsiniz. Və hər zaman tələbələr uduzurlar və mən də hədiyyə almışam.